Heyvanlara baş çəkən insanlara qəşəng xəbərim var. Zooparka gəlib acımısınızsa, Bonjour Baku restoranı var arxada. Zoopark biletinizi göstərirsiniz, 20% indirim verirlər. Bu xəbərin birinci hissəsi. İkinci hissəsi isə ondan ibarətdir ki, burada həftə sonları saat 2-dən 4-ə qədər uşaqlar üçün pulsuz şou proqram təşkil olunur. Əvvəlcə face artla üzlər bəzənir. Bizim Leyla da bir an içində çox sevdiyi pişik obrazı ilə qarşımızda peyda oldu. Sonra növbə ilə köpük və alov şousu balacalara əsl göydən düşməz sevinç yaşadır. Yemək vaxtı uşaqlar fast food deyib durdular. Biz də onlara qoşulduq və pizzanın, pidenin və burgerlərin dadına baxdıq. Qapalı pide o qədər gözəl idi ki, bu gözəlliyə gözlərimiz və mədəmiz şahid. Bol pendirli pide buna deyirlər bax. Pide bu məclisdə bir nömrədir. Pizza standart. Burgerlərdən isə crispy burgeri daha çox bəyəndim. Məkanda qiymətlər baha deyil. Təsəvvür eləyin, ən bahalı pizzaları 17 manatdır. Burgerləri 9-15 manat arasında dəyişir. Yəni normal şəhər qiymətləridir və çox yerdən daha münasibdir. Deməli, nələri yadda saxlayırıq? Həftə sonları zooparka gedənlər üçün 20% indirim, uşaqlar üçün də pulsuz və limitsiz şou proqram. Bütün bunlar Bonjour Bakuda. Məkan Dədə Qorqud parkı ilə üzbəyüz yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.